Son iki mövzumuz qaldı. Daily rutin, yəni gündəlik rutinimiz. Bax, artıq bu bizə hazırlaşdırır ki, nəsə cümlələr quracağıq. Amma təbii ki, bu iki mövzunu da bitirib A2 səviyyəsinə başlayanda artıq həqiqətən real şəkildə quracağıq. Baxın, əgər dediyim kimi bura qədər elə bir həftənin içərisində tak yalandan keçib gəlmisinizsə, eləməyin, qayıdın, bir-bir həzm eləyə gəlin. Çünki sizə A2 səviyyəsi onları bilmədən sıxıcı gəlmiş olur. Təsəvvür edin ki, toplama çıxmanı bilmirsiniz, trigonometriya keçirsiniz. Çox sıxıcı olar da. Bəzən adamlar ona görə trigonometriyada belə sıxılırlar ki, riyaziyyat nə çətindir, nə pisdir. Niyə? Çünki toplama, vurma gəliblər, sonra o birisi mövzularda baxmayıblar, ya nə bilim, xoşlarına gəlməyib, öyrənməyiblər və s. İndi trigonometriyaya gəlib çatıblar, onlar üçün sıxıcı gəlir. Amma bəzi uşaqlar var, super bilirlər. Niyə? Çünki təməl möhkəmdir. Ona görə bu təməlləri keçmək lazım deyil, bunu möhkəmləndirmək lazımdır. Təsəvvür edin ki, siz insanlar A1 səviyyəsini bitirmək üçün 3 ay, 4 ay kursa gedirlər. Yəni siz bilmirəm nə qədər vaxta gəldiniz, bura çatdınız. Amma onu nəzərə alın ki, heç olmasa bir ayınızı real şəkildə xərcləyin bura gəlməyə. Çünki bütün mövzular oturuşmuş olsun. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.